Bugün sizə diabetin aşkarlanmasında Finlandiya modelindən danışacağam. Bu diabet xəstəliyi olmadan onun tutulması mümkündürmü? O haqqdadır. Diabet adətən necə aşkar olunur? Əksər ölkələrdə, o cümlədə də bizdə ssenarimiz çox oxşardır. Ya təsadüfi analiz zamanı, təsadüfi yüksəklik aşkarlanır və ya artıq gec mərhələdə yeni bir xəstəlik baş verəndən sonra tapılır. Amma çox az adam sual verir. Diabet xəstəlik olmadan əvvəldən tutula bilərmi? Finlandiyada isə bu sual illər əvvəl verilib və bu cavabları çox sadə olub. Xəstəni yox, onun riskini axtaraq. Bu yanaşma diabetin taleyini dəyişib. Bir şəhəri təsəvvür edin. Yanğın söndürənlər yalnız ev yandıqdan sonra çağırılır və bu şəhərdə hər yanğı bir faciədir. İndi başqa bir şəhər düşünün. Hər evdə tüstü detektoru qorulur və risk olanda da xəbər verilir. Yanğın başlamadan müdaxilə olunur. Finlandiyada diabetə ikinci cür yanaşılıb. Onlar qan şəkəri qalxdımı sualını yox, qalxma ehtimalı varmı bu sualını veriblər. Finlandiya modeli necə işləyir? Bu modelin əsas Findrix adlanan risk faktorudur. Bu modeldə suallar çox sadədir. Yaş, bel çevrəsi, fiziki aktivlik, qidalama vərdişi, ailə tarixçəsi, arterial təzyiq, əvvəlki yüksək şəkər epizodları. Bu suallarla hər kəs diabet riski qiymətləndirilir və ən vacib məqam budur ki, hamı analiz vermir. Yalnız risk qrupuna daxil olan insanlar dərin müayinəyə yönləndirilir. Bu nə verir bizə? Lazımsız analizlər azalır, resurs düzgün xərclənir, insanlar qorxudulmur, risk vaxtında tutulur və prediabet mərhələsində həyat tərzi dəyişilərək çəki az da olsa tənzimlənir, hərəkət artırılır və bəzən erkən medikal müdaxilə də olunur. Nəticə nə olur? Nəticə minlərlə insan heç vaxt diabet olmur. Nə etməli? Bu yanaşmadan biz nə öyrənə bilərik? Bu model bizə onu deyir ki, ilk olaraq diabet qaçılmaz taley deyil. İkincisi, simptomu gözləmək səhv strategiyadır. Üçüncüsü, risk əsaslı skrining ən ağıllı yanaşmadır. Praktik olaraq nə etmək olar? Ailə tarixçəsini ciddiyə almaq lazımdır. Bel çevrəsini sadəcə estetik yox, bir tibbi göstərici olaraq görmək lazımdır. Biraz yüksək dediyimiz analizləri izləmək, prediabeti isə xəstəlik deyib buraxmamaq və endokrinoloqa zamanda yanaşmaq lazımdır. Çünki riskin doğru şərhi mütləqdir. Eyni analiz bir insanda təhlükəsiz ola bilər, digərində isə ciddi bir siqnal ola bilər. Bu fərqi yalnız sistemli yanaşma ilə endokrinoloqlar görə bilər. Bu videonu paylaşmaq sadəcə Finlandiya modelini tanımaq və ya tanıtmaq deyil. Bu video mənə olmaz deyənlər üçündür. Ailəsində diabet olan, amma qorxmayanlar üçündür. Hələ sağlamkən öz gələcəyini qorumaq istəyənlər üçündür. Diabeti erkən tutmaq bir insanın həyat keyfiyyətini deyil, bütün həyatını dəyişə bilər və bu məlumatı paylaşmaq birinin xəstə olmamasına səbəb ola bilər. Ona görə də şərhlərdə sizin ailənizdə diabetli xəstələr varmı və nə vaxt aşkar olunub yazmağı unutmayın. Bu videonu paylaşın və kanalıma abunə olun. Sağ olun.